Mingəçevirin tarixi energetika mərkəzi kimi zəngindir və burada formalaşmış güclü kadr potensialı əlbəttə ki, bugün də bizə əldə edilmiş uğurlara nail olmaq üçün imkan yaradır. Biz son 20 il ərzində Azərbaycanın energetika sistemini demək olar ki, sıfırdan qurmuşuq. Yeni elektrik stansiyaları quruldu ölkəmizin müxtəlif yerlərində. Eyni zamanda Mingəçevirdə də yenidən qurma işləri aparılmışdır. Yadınızdadır, burada baş vermiş qəza nəticəsində ölkəmizin böyük hissəsi demək olar ki, işıqsız qalmışdır. Ondan sonra əməli praktiki tədbirlər görülməyə başlamış və qısa müddət ərzində biz burada böyük uğurlara nail ola bilmişik. 2018-ci ildə Azərbaycan İstilik Elektrik Stansiyasının yenidən qurulmasının təməli qoyuldu və 2020-ci ilin iyunun 25-də, düz 5 il bundan əvvəl yenidən burada stansiyaya yeni həyat verilmişdir və hal-hazırda Azərbaycan elektrik stansiyasının generasiya gücü 1800 megawattdır. 8 noyabr stansiyasının gücü 1880 megawattdır və su elektrik stansiyasının gücü 400 megawattdan çoxdur. Beləliklə, Mingəçevirdə Azərbaycan elektrik enerjisinin 40%-dan çoxu istehsal olunur və qeyd etdiyim kimi, bu nəinki Azərbaycanın, Cənubi Qafqazın əsas energetika mərkəzidir.